növbəti spikerimiz həmişə zirvələrdə. Mən onun adını görəndə deyirəm ki, həmişə zirvələrdə. İnanırıq ki, artıq siz də bildiniz söhbət kimdən gedir. O, beynəlxalq sertifikatlı peşəkar koçdur, təlimçi, təhsil eksperti və eyni zamanda Everest zirvəsini fəth edən ilk Azərbaycanlı xanımdır. Söhbət Vəfa xanımdan gedir. Vəfa Musayeva, alqışlarla. Vəfa xanım, uğurlar arzu edirik sizə. Buyurun. Sizə bir xəyanət etiraf eləmək istəyirəm. Məni tanıyan dostlarım bilir ki, mən adi həyatda krasovkalarla gəzirəm. Qeyri günlərdə isə dağ botlarındayım. İndi bilirsiniz özümü necə hiss edirəm. Bu geyimdə, bax, bu diktabanda sanki bunlar mənə deyir ki, Vəfa, yaxşı da, bu qədər ağır, bu qədər keşməkeşli yolu bizim vasitəmizlə keçmisən. İndi gəlmisən, diktabanın üzərində dayanmışsan və insanlara keçdiyin o uğur hekayəsini anlatırsan. Həyatda gördüyümüz işlər, gördüyümüz peşələr hamısı müxtəlifdir və hər kəsin də özünə görə marağı var. Mən əminəm ki, bundan sonra 10 ildə keçəcək, 20 ildə keçəcək, 50 ildə keçəcək, amma insanlar hələ də bu video baxarkən belə bu sualı verəcəklər ki, görəsən insanlar dağa nə üçün gedir? Sözün açığı, mən də bu sualı özümə vermişəm. Hətta xatırlayıram ki, bu sözü demişəm ki, mən bu dünyada bütün peşələri anlayıram. Legal, qeyri-legal, ən yüksək vəzifədən tutmuş, ən kiçik vəzifəyə qədər. Bircə nəfəri başa düşmürəm, bircə insanları ki, onlar dağçılardır, alpinistlərdir. Onlar dağa nə üçün gedirlər? Zirvə edirlər, şəkil çəkdirirlər, aşağı inirlər. Bilə-bilə ki, orada ölüm var, ölümlə üzləşə bu yolu nə üçün gedirlər? Dağa getmək mənim üçün həm də 0 rəqəmi ilə bağlıdır. Bu nəyə görə belədir, daha sonra biləcəksiniz. Demək, günlərin gözəl bir günündə əyləşmişəm ofisimdə, kompüter arxasında işləyirəm. Kompüterdə işləyərkən sağ tərəfdə belə bir mesaj gəlir ki, bəs Vəfa, dağ istəyirdin, gedirsən. Sözün açığı, mən həmişə dağ haqqında fikirləşirdim, onu arzuluyurdum, onu istəyirdim, amma ora necə gedəcəyimi bilmirdim. Bu mesaj gələndə mən heç fikirləşmədən birbaşa dedim ki, əlbəttə gedəcəm. Və mənə qeyd elədi ki, Vəfa, bəs ümmilli liderimiz Heydər Əliyevin doğum günü ilə əlaqəli Qızıl Qaya massivində yerləşən, hündürlüyü 3751 metr olan Heydər zirvəsinə yürüş təşkil olunur. Dövlət təşkil edir, heç nə düşünmək lazım deyil, təkcə şəxsiyyət vəsiqəsini göndər. Mən elə də etdim, heç nə düşünmədən. Və beləliklə zirvədəyəm, zirvəyə çıxmışam, sevinirəm. Nəhayət ki, mənim arzularım çin olubdur. Dağda şəkil çəkdirirəm, özümlə qürur duyuram, Azərbaycan bayrağını dalğalandırıram və aşağı inirəm. Aşağı inəndə, o adi həyatda deyirik, hələ konsert qabaqdadır. Doğrudan da konsert qabaqdaymış. Yağış, su, çovğun və s. Gəlib aşağı kəndə enənə qədər, o maşınlara çatana qədər baxdım ki, elə bir insan yoxdur ki, əziyyət çəkməsin. Nə bilim, sağımda birinin ürəyi bulanır, birinin başı gicəllənir, biri qarnını tutub, biri təzyiqidir və s. Amma mən baxmayaraq ki, çox yorğunam, eyni zamanda özümü çox gözəl hiss edirəm. Fikirləşirəm ki, əcəba seçilmişəmmi? Belə bir dəli sual gəlir. Nəhayət evə qayıdıram, yenə də səsli olaraq danışıram. Deyirəm ki, bax Vəfa, dağ istəyirdin, dağa getdin. Çox gözəl. Yəqin ki, bu sənin birinci və axırıncı səfərində. Nəyə lazımdır? Bu qədər zülüm, bu qədər zillət. Əşyalarımı yığdım, növbəti gün işə gəlmişəm. İşdə dostlarım da bilir, axı, mən dağa necə hazırlaşıram və onu necə arzuluyuram. Sual ardınca. Vəfa, necə oldu, necə keçdim və mən bütün suallara cavab verirəm. Gün 1, gün 2, gün 3, gün 4 və suallar bitir. Sükut gəlir. Mən yenə də kompüter arxasında işləyirəm və görürəm ki, nəysə mən artıq o mən deyiləm. Özümü çox qəribə hiss edirəm. Görəsən nə baş verir? Mən başa düşdüm ki, mən hələ indiyə qədər dəniz səviyyəsində gördüyüm heç bir işdə yaşamadığım duyğunu yaşamışam və mən onu özləyirəm. Mən onun üçün darıxıram. O zaman belə deyildi. Siz istədiyiniz vaxt gedib turlar, bələdçilər belə tapıb pulunu ödəyib dağlara gedə bilməzdiniz. Bu çox müşkül məsələ idi. Və mən dedim ki, ilahi, mən neyniyim? Neyniyim ki, mən yenə bir də dağlara gedə bilim. Yenə də kompüter arxasında işləyirəm və qarşıma belə bir elan çıxır. Səmti müəyyən etmə yarışı. Bilmirəm nədən ibarətdir. Tez qeydiyyatdan keçirəm və gedirəm.
Elə düşünürəm ki, getdiyim hər bir yolda niyyətimdə dağ var və mən onu mütləq tapacağam. Belə də oldu. Getdim, yarışda iştirak elədim və yarışın sonunda bir nəfərlə tanış oldum. Dedilər ki, tanış ol. Bu Rüfət Qocayevdir. O bir əjdahadır, dağçıdır. Mən onu görəndə dedim ki, ilahi, axtardığımı göydə idi, mən onu yerdə tapdım, Qalaltı meşələrində. O gündən etibarən mən həmən bu dağçı ilə Azərbaycanın bütün zirvələrini getdim. Bütün zirvələrinə gedəndən sonra fikirləşdim ki, artıq zirvələr bitdi də. Yəni, bura təkrar nə üçün getmək lazımdır? Bir də baxdım ki, təkrar gedirəm. Bir də gördüm, dəfələrlə gedirəm. Durmadan gedirəm, dayanmadan gedirəm və günlərin bir günü. Azərbaycanın ən hündür zirvəsi 4466 metrdə dayanarkən belə bir duyğu gəldi ki, mənə, ilahi, görəsən, bu hündürlükdən sonra hansı hündürlükdür? Görəsən, orada insan özünü necə hiss edir? Görəsən, orada dağlardan gələn mesaj nədir? Və beləliklə, növbəti dağlar məni çağırdı. Yeri gəlmişkən, dağlar səni çağırır məsələsini birə-bir yaşayan insan dayanıb sizin qarşınızda. Və mənim növbəti çağırışım Savalan oldu. Savalan 4811 metr. Bilirsiniz necə oldu? Zirvəyə çatanda elə bildim ki, mən ölmüşəm, cənnət qapıları açılıbdır və mən oradayım. Gördüyünüz bu mənzərə heç onun 0,1% deyil, inanın mənə. Amma ölməmişdim, sağ idim. Geri döndüm, amma geri dönəndə düşünün ki, durmadan pilləkən enirsiniz və o pilləkənlərin möhtəşəmliyi, böyüklüyü, fərqliliyi o qədər fərqlidir ki, sən durmadan onu enməkdəsən. Aşağı düşdüm, Bakıya gəldim, ən yaxın rəfiqəm Günay. Mənə sual verdi ki, canım bacım, necə oldu Savalan zirvə? Dedim, əgər həyatda kimsə, kiməsə canlı olaraq zülm eləmək istəyirsə, Savalana bir bilet alıb yola salsın. Və hündürlük artır, zirvələr artır, mənim həyəcanım da artır. Mən daha hündür zirvələrə getmək istəyirəm. Beləliklə, Avropanın ən hündür zirvəsi Elbrus. Adətən insanlar bunu 5 günə edirlər, 10 günə edirlər. Peşəkarlığımdanmı, naşılığımdanmı bilmirəm, amma 3 günə etdim. Sonra başa düşdüm ki, səhv etmişəm, amma çox uğurlu çıxış oldu. Bayrağımızı dalğalandırdım, Elbrus 5642. Daha sonra fikirləşdim ki, yaxşı, həyəcan artır, hündürlük artır, mən nə etməliyəm? Növbəti zirvəni fikirləşdim. Yeri gəlmişkən, Nima, dağlara gedərkən Nima ilə tanış oldum. Nima ilə tanış olandan sonra ondan sosial şəbəkədə dostlaşdım və ara sıra onun postları mənim qarşıma çıxdı. Günlərin bir günü bir sənəd görürəm, sənəddə yazılıbdır, Everestə gedən insanların rəsmi siyahısı. Nə? Belə bir rəsmi sənəd var, mənim heç bundan xəbərim yox idi. Və baxdım ki, birinci hissədə yazılıb ölkələr, ölkələrin siyahısı, ikinci hissədə qadınlar, kişilər və cəm. Həmin ili baxdım, 2020-ci ildir, baxdım ki, Azərbaycan qadını 0. Kişilər üçün bəzən bu rəqəm dəyişir, 1, 0, 1, 0, amma Azərbaycan qadının qarşısında daim 0 var. Və o an hiss elədim ki, mənim növbəti çağırışım gəlir. Demək ki, mən Everest üçün hazırlaşmalıyam. Amma Everest elə bir zirvə deyil, yoldaşlar. Bunun üçün mən necə ki 3000-lik, 4000-lik, 5000-lik, 6000-lik zirvələr görmüşdüm. İndi mənim növbəti hədəfim 7000-lik zirvə idi. Bunun üçün mən buradan durub ta Cənubi Amerikaya getdim. Dünyanın ən hündür vulkanik zirvəsi olan Ojos del Salado'ya çıxdım və orada bayrağımızı dalğalandırdım. Azərbaycan 0, 2023. Demək 2023-dəyəm, Pamir dağlarına getmişəm, texniki dağa getmişəm, istəyirəm özümü sınayım, biraz da təcrübəm artsın və zirvəni edirəm, zirvədən geri dönəndə hardasa internet tutur və internetdə baxıram ki, belə bir elan paylaşılıbdır. 2023-cü il. Nəhayət ki, Azərbaycan qadını Everest zirvəsini fəth edibdir. İnanın səmimiyyətimə çox sevindim. Sevindim ki, nəhayət ki, Azərbaycandan bir qadın tapıldı ki, durub gedib bu 0-1 elədi. Amma digər bir səmimiyyətimi də sizlə bölüşüm ki, qəlbimdə nəsə başqa bir hiss də keçirirəm. Sanki tam nəsə informasiya mənə oturmayıbdır. Dediyim kimi, internet zəifdir. Ona görə aşağı endim, Bakıya gəldim. Bakıya gələndən sonra yenə post qarşıma çıxır ki, bəs əgər Everesti fəth edən ilk Azərbaycanlı xanımdırsa, niyə Azərbaycan adına qeydiyyatdan keçməyib? Niyə hələ də bu 0-ı göstərir? Mən çox məyus oldum, dostlar. Çox məyus oldum.
Və məyus olduğum qədər də həmən anı hiss eləməyə çalışdım və mən başa düşdüm ki, bu duyğular mənə elə belə gəlməyibdi. Və mən bir daha əmin oldum ki, Everestə getmək, o 0 rəqəmini 1 etmək məhz mənim missiyamdır. Beləliklə, Oxosta gedib gələndən sonra bələdçiyə yazıram və deyirəm ki, 2025-ci il mən Everest ekspedisiyasına hazıram. Sən bu haqda nə deyirsən? O mənə deyir ki, Vəfa, mən səni Oxosta gördüm. Sən fiziki və mental olaraq hazır görsənirsən. Gəl. Və mən ona tez bir mesaj yazıram. Bilirsən, əziz Valentin, mənim $11.000 var. Alınar Azərbaycan sayağı. O mənə yazdı ki, dəlisən. Sən $11.000 Everestin ancaq qapısına qədər gələ bilərsən. Amma zirvəyə getmək üçün sənin hələ $66.000 pula ehtiyacın var. Bilirsiniz, həyatımda mən bu qədər cəsarətlə indiyə qədər heç kimdən borc istəməmişəm. Amma Everest bunu mənə etdirdi. Mən ona elə həmən dəqiqə yazdım ki, Valentin, o pulu sən mənə verərsən. Bələdçim bayaq güldüyündən də daha qəhqəhəli güldü. Dedi, Vəfa, deyəsən sən məni məsxərəyə qoyursan. Bilirsən, mən dağa insanları həm də ona görə aparıram ki, mən onlardan pul qazanım. Söhbətimiz belə də qaldı. Mən ayağa qalxdım. Bir duş aldım. Sevdiyim ən gözəl çay, Qızılgül çayını dəmlədim. Şamı yandırdım. Telefonu qarşıma qoydum. İnanın səmimiyyətimə, əyləşdim və telefona baxdım. Dedim ki, sən mənə zəng edəcəksən. Üstündən biraz keçmişdi və o yazdı. Yazdı ki, Vəfa, bilirsən, mən şokdayam. Mən şokdayam, amma Oxosta bizimlə eyni ekspedisiyada olmuş və Everestə hazırlaşan yoldaşlarla sənin hekayəni paylaşdım və bilirsən, nə dedilər? Slava, mavi kutkada gördüyünüz, dedi ki, onun bu missiyasının həyata keçməsi üçün borc pulu mən verəcəm. Hazırlaş, sən Everestə gəlirsən. Mən də qısaca yazdım, hazıram, çantam belə hazırdır. Və beləliklə mən Everest yolundayam. Bilirsiniz, ən çox nəyi sevirəm, ən çox mənə nə ləzzət eləyir? Həyatdakı bu deyimlər olur, biz sadəcə onu təkrar edirik. Amma günlərin bir günü onu birə-bir yaşayırıq. Fərqi yoxdur, bu deyimlər nə qədər kiçikdir, nə qədər böyükdür, heç fərqi yoxdur. Demək ki, gəlmişəm 4-cü kampdayam. Yoldaşlar, bura ölüm zonası adlandır. Ona görə ki, burada oksigen yoxdur, sıfırdır. Çatmışam, istəyirəm ki, tez mən istirahət eləyim, çünki Everest məni gözləyir, əşyalarımı çıxardıram. Çantanı da çıxardanda oksigen balonu da onun içərində, yəni öz-özünə avtomatik yerə qoyursan. Maskamı çıxartmışam, çadırdan çıxmışam, gedirəm, işlərimi görürəm, dostlarla danışıram, nəsə hazırlıqları edirəm, suallarımı verirəm, çox detalçıyam yeri gəlmişkən. Çadıra geri qayıdıram, çadırı açıram, içəri girirəm və dostum deyir ki, öz maskasını çıxardır. Qız, sən dəli olmusan, sən deyirsən, ağıllı itirmirsən, bura ölüm zonasıdır, burada maskasız gəzmək olmaz. Mən onda başa düşdüm ki, artıq, bilmirəm, 15 dəqiqədir, 20 dəqiqədir ki, mən maskasız gəzirəm və nə üçün özümü pis edirəm. Mən tez maskanı götürdüm, ağzıma dirədim, bütün ciyərimlə nəfəs aldım və onda başa düşdüm ki, beyinə oksigen getmək nə deməkmiş. Mayın 15-i, 2025-ci il, nəhayət o gün gəlmişdi. Azərbaycan qadını dünyanın ən hündür zirvəsi Everestdə Azərbaycan bayrağını dalğalandırdı. Vəfa Musayeva. Aşağı endim. Amma bilirsiniz, sizlə bunu da bölüşmədən keçə bilməyəcəm. Everestə gedən yoldayam. Everestə gedən yoldayam, inanılmaz hava gözəldir, çox möhtəşəmdir və bir ay parıldayır. Ayın ziyası o qədər gözəldir, o qədər işıqlıdır ki, Everestdə bəlkə də Everest belə bir şey görməyibdir. Hətta hiss elədi ki, bizim heç alım fənərinə belə ehtiyacımız yoxdur. Mən onda kəndirdən də möhkəm yapışmışam axı, bilirsiniz, Everestdə hamı bir kəndirin üzərində hərəkət edir, onu buraxmaq olmaz. Birdən hiss elədim ki, ola bilər, mən çox romantikam, amma bunlar birə-birə yaşadığım təcrübələrdir. Hiss elədim ki, sağ tərəfdən sanki məni kimsə çağırır. Ayın işığında döndüm ki, hər yer onsuz da dağdır, amma ay sanki bax necə indi işıqlar mənim üzərimə düşübdür. Gördüm, bir dağı işıqlandırır. Yoldaşlar, necə olan söhbətdir. O deyir, mən səni gördüm ay işığında, könlümü verdim ay işığında. Yəni, eşqə düşmək. İnanıram ki, aranızda eşqə düşüb bu hissləri yaşayanlar var. Sözün əsl mənasında mən dünyanın ən hündür 4-cü dağı olan Lhotsa bir könüldə min könülə aşiq oldum.
ki elə oradaydım. Bir də gördüm ki, kimsə mənim kəndirimi möhkəmcə dartdı. Şerpam görüb ki, mən orada ürəklər çıxır, belə, nə bilim, eşq yaşayıram və s. Yolculuqda da artıq azdan çoxdan o məni tanıyır. Danışmaqda olmur, kəndirimi dartdı ki, gəl də, gəl, bizim yolumuz var, hələ biz zirvəyə gedirik. Mən aşağı düşdüm, Everesti o deyiləri iməkləyə, dizin süründüm. Buradan gedən olarsa sizə bir məsləhətim. Everestə yıxılmaq bir dərddirsə, ayağa qalxmaq 100 dərddir. İnanın ki, bundan çətin iş yoxdur. Amma aşiq olmuşam axı, qəlbim sevgi ilə dolubdur. Başa düşürsünüz, aşiq olanda insan gözünə heç nə görsənmir. Mənim də gözümə heç nə görünmürdü. Nəhayət özümdə güc tapdım və ayağa qalxdım. Aşağı endik 4-cü kampa, ölüm zonasına. Mən çatan kimi axı Luhots qəlbimə dolubdu. Axı mən onu görməyə getməliyəm. Ratsanı götürdüm, ana düşərgəyə zəng elədim. Dedim ki, Valentin, mən Everesti etdim. O dedi ki, təbrik edirəm səni Vəfa. Və dedim ki, bilirsən, mən Luhots etmək istəyirəm. O da dedi, Vəfa, sənin başın xarabdır. Peşəkarlar bu ekspedisiya üçün ayrı-ayrı sezonlarda gəlirlər Everestə, Luhotsa. Bunu ikisini bir arada eləmək qeyri-mümkündür. Heç nə olmasa belə, sən orada fiziki tükənə bilərsən və sən ölsən, nəzərinə çatdırım ki, oradan səni heç kəs, heç meydivi də aşağı düşürə bilməyəcək. Mən ona dedim ki, Valentin, əzizim, mən bunun üçün sənə zəng eləməmişəm. Mən sənə zəng eləmişəm deyim ki, Everestə getmək üçün sənəd lazımdır. Əgər bu sənəd olmasa, sənin çıxışın qeyri-rəsmidir. Luhots da eynidir. Hətta mən ora bu sənədsiz getsəm, qara siyahıya düşə bilərəm və məni ora bir daha buraxmaya bilərlər. Mən bunu dəqiqləşdirmək üçün sənə zəng eləmişəm. O mənə dedi, Vəfa, mənim burada etimadım çox böyükdür, mənə inanırlar. Əgər sən də özünə güvənirsənsə, Luhotsu et. 16 may axşam vaxtı Luhotsun düşərgəsinə gəlmişik. Həmən gün zirvəyə gedən heç kəs yoxdur. Çünki hava haqqında məlumat bunu deyirdi ki, hava çox bərbad olacaq. Amma mən gəlmişkən, bir də bunu cəhd edim dedim. Nəhayət gəlmişəm Luhotsun tam yaxınlığındayıq. Qaranlıqdır. Şerpam və mən bir də gördüm ki, mənim Şerpam nəsə axtarır qaranlıqda. Mən ona belə yaxınlaşdım, oksigen maskasını yenə də çıxartdım və pıçıltı ilə soruşdum ki, what are you looking for? Nə axtarırsan? O da maskasını çıxartıb ehmalca dedi ki, the rope to Luhots. Luhotsa gedən kəndiri. Məlum oldu ki, o da mənim kimi ilk dəfə zirvəyə gedirdi. Bax, beləcə, yoldaşlar, mayın 17-si 2025-ci il tarixdə ilk dəfə nəinki Azərbaycanlı qadın, ümumiyyətlə Azərbaycan vətəndaşı həmən zirvədə, dünyanın ən hündür 4-cü zirvəsində, Luhotsda, eyni ekspedisiyada Azərbaycan bayrağını qaldırdı. Beləliklə, aşağı endim, Nepala gəldik, artıq içəri girdim oteldə, telefonu açmışam, zəng, təbriklər və s. Çox gözəl sözlər, amma mən o qədər bitkinəm, o qədər yorğunam, eyni zamanda da xoşbəxtəm. Və nə olur? Yenə Nimanın postu çıxır qarşıma ki, gedəndə məni bu sözlərlə yola salmışdı. Bilmirdilər. Sevindirici haldır ki, bizim aramızdan bir nəfər dünyanın ən hündür zirvəsinə cəhd edir. Maraqlıdır görəsən, bu kimdir? Biz ona gözəl hava arzuluyuruq. Ona görə elan eləməmişdim ki, çünki mən hələ bilmirdim gedəcəm, getməyəcəm. Hələ pul məsələsi vardı və s. Amma nəhayət siyahıda Azərbaycan qadını 0-1 etmişdi. Beləliklə, mən gəldim, qayıtdım Azərbaycana. Bilirsiniz nə oldu? Hava limanında məni doğmalarım qarşıladı. Azərbaycan nümayəndələri, media, hər kəs alqışladı. Amma mən orada Sara Nur, mənim balam, mənim övladım, onu qucaqlayanda, bağrıma basanda mən əslində başa düşdüm ki, bir qadın olaraq, bir ana olaraq mən hansı yoldan, hansı müşküllərdən keçdim, mən nələri gözə aldım. Bax, onda mən başa düşdüm ki, mən necə bir işdən qayıtmışam. Sara Nur. Və bütün bu yolculuqların sonunda özümə sual verdim ki, yaxşı Vəfa, bu yolun əvvəlində sənin həm də məqsədin 0-1 etməkdir. Amma başa düşdüm ki, və yaxud da anladım ki, Everest əslində öz ziyası ilə, həmən o ay demişdimi, o ziyası ilə mənim qəlbimi bir daha ruhlandırdı, bir daha işıqlandırdı və başa saldı ki, Vəfa, əzizim, bu dünyada biz insanlar hamımız bir-birimiz üçünük. Bilərəkdən, bilməyərəkdən, niyyətində olan, olub, olmadan, bu bizdən asılı deyil. Amma bu həyatda biz hamımız bir-birimiz üçünük. Baxın,
həyatımda bir dəfə hansısa bir yarışda gördüyüm insan təmənnasız olaraq məni Azərbaycan dağlarına apardı. Hələ də aparmaqdadır. Həyatımda bir dəfə dünyanın ta o biri başında olan zirvəyə bir gedişdə dağ yoldaşım mənə borc pul verdi. Heç bilmədi mən Everestdən sağ qayıdacam, qayıtmayacam, o pullar ona geri dönəcək ya yox. Və arxada o qədər adı çəkilməyən qəhrəmanlar var ki, həmən o qəhrəmanlar ki, mənə dəstək oldular. Yeri gəlmişkən, bunu da elə indi gəlmişkən sizə deyirəm. Deyirlər ki, hər bir uğurlu qadının, uğurlu kişinin arxasında güclü bir qadın dayanır. Mən bunun əksini deməyəcəm, bu da faktdır, amma eyni zamanda mən hiss edirəm, indi də duyuram ki, əslində danışa-danışa bu mənə gəlir ki, hər bir uğurlu qadının arxasında da söz verib və sözünün üzərində durmağı bacaran kişi dayanır. Everest və Lhotss sertifikatları, uğurun təsdiqi, Azərbaycana qayıtdım və son olaraq bunların hamısını belə yığsaq, yığışdırsaq və masanın üzərinə qoysaq, bugün burada sizin qarşınızda Vəfa Musayeva olaraq çıxış edirəm, amma əzizlərim, bütün bu etdiklərim, bütün bu uğur kim üçün idi, nə üçün idi? Bu hamısı Azərbaycan qadının gücünün simvolu idi. Azərbaycan qadının simvolu deyəndə Vəfa Musayeva adı artıq öz-özünə əriyir gedir. Bu hamısı kim üçün idi, nə üçün idi? Azərbaycan üçün idi. Və bir daha bu simvolla burada duraraq sizə demək istəyirəm ki, Azərbaycan qadını yeri gələndə ayaqyalın evdə uşağını da böyüdə bilir, yemək də bişirə bilir, krasovkasını geyinib bazarlıq da eləyə bilər, işini də görə bilər, ağır dağ botları ilə, özündən də ağır o botlarla dünyanın ən hündür zirvəsini edə bilər. Və bugün sizin qarşınızda bax belə bir incəcik diktabanla dayanıb öz uğur hekayəsini sizinlə paylaşa bilər, dostlar. Mən, əsil özdəki mən, 0-1 etdi. 2 etmək sizdədir.